Heç bir insan çəkdiyi əziyyətin boşa getməyini istəməz. Çox təəssüflər olsun ki, mübarək Ramazan ayında bəzi möminlər, bəzi müsəlmanlar öz əziyyətlərini öz əlləri ilə bada verirlər. Bunlar kimlərdir? Bunlar mübarək Ramazan ayında oruç tutmaq qadağan olunan insanlardır. Yəni, mübarək Ramazan ayının günlərində səfərə çıxan insanlar, 10 gündən az miqdarda səfərə çıxan insanlar oruç tuturlar. Yəni, bu çıxdıqları səfər boyunca oruç tuturlar. Halbuki, mübarək Ramazan ayında 10 gündən az müddətdə vətəni olmayan bir yerə səfərə çıxan bir insan gərək oruç tutmasın. Və əgər səfərə çıxan bir insan öz fikrini üstün tutub, İslamın fikrini kənara qoyub, səfər vaxtında oruç tutsa, onun həm orucu batil olmuş olur, həm də ona günah yazılmış olur. Yazılan günah isə onun İslami hökmdən kənara çıxmasıdır. Çalışmaq lazımdır ki, bütün məsələlərdə, İslamın bütün mövzularında mütəxəssislərə müraciət elədiyimiz kimi, səfər mövzusunda da həmən mütəxəssislərin tapşırıqlarına riayət eləyək və bilək ki, mübarək Ramazan ayında deyilən məsafədən uzaq bir yerə səfər eləyən zaman və ya 10 gündən az müddətə səfər eləyən zaman biz oruç tutmayaq və həmən müddətə oruç tutmaq İslam maarifində qadağan və haram olunmuşdur. Burada bir məsələni də qeyd eləmək lazımdır ki, bəziləri fikirlərini bu cür əsaslandırırlar ki, əvvəllər insanlar at və dəvədən istifadə edib uzaq səfərlərə gedirdilər və yoruculuq yaranırdı. İndi artıq avtomobillər var, təyyarələr var və sair imkanları var. Bunun cavabında bildirməliyəm ki, burada söhbət yorğunluqdan getmir. Təsəvvür edin, mən tutalım ki, Şamaxı rayonuna gedirəm və ora mənim vətənim deyil. Mən ora gedib çatdığım gün ola bilər yorğun olum, amma onun sabahsı, onun birisi gün, ondan 2 gün sonra yenə də mən əgər Şamaxıda sakit bir halda, yorğun olmayan bir halda öz getdiyim, qonaq olduğum evdə otursam belə, heç bir yorğunluq hiss eləməsəm belə, həmən halda da mən oruç tuta bilmərəm. Çünki 10 gündən az müddətə bir yerə səfərə getmişəm. Odur ki, əziz müsəlmanlara istərdim bunu çatdırım ki, insanın, bir müsəlmanın mübarək Ramazan ayında bu çəkdiyi zəhmətlər puça getməsin və eyni zamanda bununla bərabər həm də günah qazanmasın. Allah oruclarınızı qəbul eləsin.